Mayın 29-u Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsi və Qeyd Sosial Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə İçərişəhərdə Qarabağ Mədəniyyət Xəritəsi, Hər rayonun öz səsi adlı genişmiqyaslı festivalın açılış mərasimi keçirilib. Rəsmi açılış mərasimində ilk olaraq İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin sədri Rüfət Mahmud çıxış edib. O, Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq bildirib ki, bu cür festivallar mədəni irsimizin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Burada Qarabağın hər şəhərin, hər rayonun, hər kəndinin özünə məxsus mədəniyyəti, ənənələri ilə tanış olmağa yeni bir imkan yaranır. Bu həm bizim üçün çox önəmlidir, həm də içəri şəhərdə olan gördüyünüz kimi bir çox xarici qonaqlarımıza da bunu təqdim olunması xüsusi bir önəm daşıyır. Biz bilirik ki, Qarabağ bizim üçün sadəcə xəritədə bir geografi məkan deyil. Qarabağ sənətdir, sənətkarlıqdır, mədəniyyətdir, mətbəxdir və ən əsası bizim hamımızın milli kimliyimizin bir parçasıdır. Qeyd Sosial Maarifləndirmə İctimai Birliyin baş katibi Aysel Tahirova festivalın əsas ideyasının Qarabağın hər rayonunun öz səsi, sənəti və mədəni kimliyi ilə tanıdılması olduğunu bildirib. Həmin bu festival çərçivəsində geniş konsert proqramı nəzərdə tutulmuş, ustad dərsləri, rəsm sərgiləri və milli mətbəxi nümayişi olunacaqdır və gördüyünüz bu Qarabağ atı nümayiş olunur və bizim əsas məqsədimiz Qarabağ xalçalarının Qarabağ atı üzərində təsvirini insanlara göstərməkdir. Rəsmi hissənin davamında millət vəkillərinə söz verilib. Deputatlar festivalın Qarabağın mədəni irsinin təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayaraq, layihənin yüksək səviyyədə təşkil olunduğunu bildiriblər. Qarabağın bütün şəhərləri, kəndləri, koloriti, mədəniyyəti, musiqisi, mətbəxi burada panel formalarda göstəriləcək və həm Bakı şəhərinin sakinləri, həm qonaqlar, həm turistlər cənnət bölgəmiz olan Qarabağımızı yenidən tanıyacaq, onun bütün o dəyərlərini şahidi olacaq burada, əyani formada. Festival bədii proqram və konsert çıxışları ilə davam edib. Qeyd edək ki, festival 29-30 may tarixlərini əhatə edəcək. Nuray Qədirli, Xaliq Babayev, APA TV. Torpağın qəlbindən gələn bir şəfa nəbzidir.